Texnopark innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərin, startapların, eləcə də elmi tədqiqat mərkəzlərinin bir arada fəaliyyət göstərdiyi bir mühitdir. Burada əsas məqsəd rezident şirkətlərə xüsusi imtiyazlar təqdim edərək yüksək texnoloji xidmət və məhsulların yaradılmasına şərait yaratmaq və o cümlədən ölkə üçün iqtisadi dəyəri yaratmasına nail olmaqdan ibarətdir. Ənənəvi yanaşmada texnoparklar fiziki bir məkanla əlaqələndirilir. Lakin 2023-cü ildə qanun edilmiş dəyişiklik nəticəsində texnoparkdan kənar anlayışı təqdim olundu ki, bu da şirkətlər üçün bir sıra üstünlüklər təqdim edir. Texnoparkdan kənar fəaliyyət eksterritoriallıq prinsipinə əsaslanır və hər hansı bir fiziki məkanla məhdudluq gətirmir. Yəni, rezident olmaq istəyən şirkətlər ölkənin istənilən yerlərində rezidentliyə müraciət edərək Texnoparkın təqdim etdiyi imtiyazlardan istifadə edə bilərlər. Əsas tələblər ondan ibarətdir ki, sistem inteqrasiyası və ya proqram təminatının hazırlanması və inkişafı sahələrində bir ildən çox təcrübəyə malik olmalıdır. Həmçinin, fəaliyyət göstərdiyi dövr ərzində bir məhsulu reallaşdırmalı və tətbiq etməlidir. Müraciət edən şəxs kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməlidir. Fəaliyyət istiqaməti qanunvericiliyə uyğun olaraq lisenziyalaşdırılıbsa, o zaman müvafiq lisenziya təqdim edilməlidir. Rezidentlik əldə etmiş şəxslər 10 il müddətinə əmlak, torpaq, dividend üçün nəzərdə tutulan, ödəmə mənbəyindən tutulan vergidən və sistem inteqrasiyası və ya proqram təminatının hazırlanması və ya inkişafı sahələrindən əldə edilən mənfəət vergisindən azad olunurlar. Əlavə olaraq fiziki şəxslərin gəlir vergisi və sosial sığorta ödənişləri üzrə müxtəlif imtiyazlar tətbiq olunur. Həmçinin, İKT sahəsində təcrübəyə malik olan əcnəbi mütəxəssislər üçün də bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Ətraflı məlumat üçün İDDA.az saytına keçid edə bilərsiniz.